anadan övlada, anası gül qoxlasa, ağzı gül qoxan çocuk, ağaç içində ağaç geliştiren tumurcuk. Yani ana, Allah korusun, papiros çekerse, ağzı gül əvəzinə kül qoxarsa, o zaman o evlada da sirayət deyir. Ama ana temiz, ağzından temiz sözler tökülərsə, evlat onun tökdüklərini yığar. Halalı axtarmaq. Nisa suresi 29. ayet. Ey iman edenler! Karşılıklı rizaya istinad eden ticaret olması halı müstesna, mallarınızı batil, haksız ve haram yollar ile aranızda alıp vererek yemeyin. Yani görürsen ki bu işi görmek senin hakkın. Bu tikintini tikmek senin hakkın. Bu işe girmek senin hakkın. Hak eləmişsən. Diplomun var, qabiliyyətin var. Ama seni o vəzifeyi almırlar. Koymurlar. O zaman seni mecbur ilər ki, getirip bu dünyalığı vermelisən ki, bu işe seni koyaq. Bu işi görmeyi sana söyleyək. O zaman ne olur? Bu ayet-i kerimeye müstahak olur. Haksız kazanç. Allah Resulü Er-Raşi vel mürteşi finnâr buyurur. Rüşvet alan da veren de cehennemdedir. Ateştedir. Ama görürsen ki sen o məbləği vermesen yaramazın birisini getirəcəklər, ümmət də zərər çəkəcək. O zaman o məbləği verip o vəzifəni haqq elədiyin vəzifəni, ama haqq elədiyin, layiq olmadığın halda pul verip o vəzifəyə keçərsənsə, o işi alarsansa, o işi görərsənsə, o zaman sen de cehennemde, sen de ateşte olarsan. Ama seni mecbur deyirlər, sen bu gömrüyü keçməlisən. Hakkın da bu şirkeye keçməlisən. Adam illa da rüşvet istəyir. O zaman sen rüşvet vericilikten çıkırsan, o ama rüşvet alıcılıktan çıkmır. Ey insanlar! Allah'tan hakkıyla çekinin ve rızkınızı, ruzinizi güzel yoldan isteyin. Hiç kimse Allah'ın özüne takdir ettiği ruzini geç de olsa elde etmeden ölmeyecektir. Öyleyse Allah'tan hakkıyla çekinin ve ruzinizi güzel yoldan isteyin. Halal olanı alın, haram olanı terk edin. Bilmiyorum, burada bu mecliste mi anlatmıştım yoksa başka mecliste mi anlatmıştım? Allah cemi ehli iman geçmişlerimize rahmet eylesin. Merhum atam bir zamanlar kalbur sedri işleyerken komşu kentten bir Lezgi kendi, bizim komşu kent Lezgi kentinden bir Lezgi 2 tane xalça elinde gelir. 2 tane xalça elinde gelir. Evladına həyətyanı sahə edəcək. Torpaq. Sədr ona imzalamalıdır ki, o torpaq ayrılsın. Bu da ev tiksin evladına. Deyir ki, sədr, 2 tane xalçanı gətirmişəm. Birini bu imzanı atasız diye, birisini de satıp uşağı evlendirmək, o həyətyanı orada torpaq ev tikmək, ev qaraltmaq niyyəti ilə gəlmişəm. Yaxşı xalçadır. Atam da kökdən 10 yaşında yetim qalmış bir insan. Yəni haram yeməyən, o şeyə tənəzzül eləməyən, laf kökləri də dindar olan bir aileden gelmiş ve sədr olanda o kendinin mollası ilə dost olmuş. Yasdan sədr öz maşinlə mollanı aparıb evlərini düşürmüş. Sovet hökumətinin qılıncının dalı qabağa keçən vaxtı. Deyir ki, götür xalça, imzanı atıram, Allah mübarək eləsin, Allah xoşbəxt eləsin, evləndir, ev uşağı olsun. Mən lazım deyilib, onu almalı pulum yoxdur. Çünkü dedem sədr olanda
mən o yaşlarda olmamışım. Qardaşlarım soğutma kartof yiyiblər. Soyutma kartof. Yəni, harama tənəzzülləməyib. Nəysə, oradan çıxıb, kolxozun buxalterinin yanına gəlib, deyir ki, bu xalçanı satıram. Bu xalçaları satıram. Onda qız uşaqları çox, evladı çox olan, 10 evladı olan bir buxalter hesabda, mühasib. Xalçanı alır, o pulla da gedir, işini görür, filanlayır. Aradan 20-25 il nəsə keçir. Bir gün qardaşımı evləndirmişik, bizdə qız evini çağırmaq var, qonaqlıq evidir. Hər bölgədə də var o şey. Əvvəl oğlan öyə gidir, sonra qız öyə gəlir, filan deyir. O dövrdə yerdən otururdu. Yadınıza gəlir, keçmişdə yerdən otururdu. Stol da sonra çıxdı. Yemək yeyildi, çay fəslində süfrə götürülür, bilirsiniz, şey deyir. Atam bu şeyi danışdı. Dedi ki, mən vaxtilə harama tənəzzülləmədim. Allah-u Teala 20 il, 25 il sonra bu xalçanı gətirdi, ayağının altına saldı. Ayağını vurdu xalçaya. Dedi, bu həmən xalçadır. Mən o vaxtı harama tənəzzülləmədim, meyl etmədim, amma o mühasibin qızını mənim oğlum istədi, evləndirdim. O xalça mənim ayağımın altındadır bugün. O məclisdə olanlar dedi ki, yəni harama meyləmək lazım deyil. Ruzi sənə yazılmışsa 5 il, 10 il, 20 il nəsə sonra gəlib sənin ayağı altına və yaxud da cibvə girecək. Amma harama tənəzzül yersənsə bir anda yoxa gedər. Haram bir anda məhv olar, amma halal incələr, üzülməz. Halal incələr, amma üzülməz. Amma haram bir anda yoxa çıxar. Bir anda yoxa çıxar. Möhtərəm atam Musa Əfəndi rəhmətullahi aleyh bu hadisəni anladırdı. Qeyri-müsəlman bir qonşumuz vardı, sonradan müsəlman olmuşdur. Bir gün özünə hidayətə çatma, hidayətə gəlmə səbəbini soruşduğunda bunları söylədi. Acıbadəmdə tarla qonşum Rəbi Mollanın ticarətdəki gözəl əxlaqı sayəsində vəsiləsilə müsəlman oldum. Molla Rəbi süd sataraq dolunacağını təmin edən bir zat idi. Bir axşam vaxtı bizə gəldi və buyurun, bu süd sizin dedi. Çaşdım. Necə olur? Mən sizdən süd istəməmişdim ki, dedim. O həssas və zərif insan mən fərqində olmadan heyvanlarımdan birinin sizin bağçaya girib otladığını gördüm. Onun üçün bu süd sizindir. Sadəcə bugün deyil, o heyvanın təhəvvülət devrəsi, yəni yediyi otların vücudunda tamamən təmizlənməsi bitincəyə qədər sütünü sizə gətirəcəyim dedim. Mən sözüm olur qonşu, yediyi ot deyilmi, halal olsun dedimsə də, Molla Rəbi yox, elə olmaz. Onun sütü sizin haqqınız deyib, günlərcə bizə süt gətirdi. İşte o mübarək insanın bu davranışı məni ziyadəsilə təsir altına aldı. Nəticədə gözümdən qəflət pərdələri qalxdı və hidayət günəşi içimə doldu. Öz-özümə belə uca əxlaqlı birinin dini şübhəsiz ki, ən uca bir dindir. Beləsinə zərif, haqşünas, mükəmməl və tərtəmiz insanlar yetişdirən dinin doğruluğundan şübhə edilməz dedim və kəlmə-i şəhadət gətirib müsəlman oldum. Haram və şübhəli şeylərdən qaçma, yəni vəra xüsusiyyəti Peyğəmbərimiz s.ə.v-dən intikas edən bir xüsusiyyətdir və haqq dostlarından da ayrılmaz bir vəsfidir. Yəni, əşi nə olacaq ki, deyib adam getmədi. Bu, qonşunun haqqına girmiş oldu, bu qonşunun haqqıdır deyərək günlərcə sütü sağıb qonşuya ikramlayır. Və onun hidayətə gəlməsinə vəsilə olur. Resulullah sallallahu aleyhi ve sellem Həzrət Əli Efendimizə deyir ki,
Ey Ali, sənin vasitənlə bir insanın hidayətə gəlməsi üzərinə günəşin doğduğu hər şeydən üstündür. Üzərinə günəşin doğmadığı bir şey varmı ki? Dünyaya sahib olmaqdan üstündür bir insanın hidayətə gəlməsi. Nə ilə? Ona pul mu xərclədi? Ona maddi dəstək mi elədi? Ne elədi? Dürüst insanlığını ortaya koydu. Dürüstlüğünü ortaya koydu. O insan da valih oldu onun dürüstlüğüne. Ona göre kardeşler, birisinin hakkına girmiş ise ve bunun farkında ise mutlak hak sahibine halallaşmak lazım. Dünyada rüsvay olarak diyerek geri durmamak lazım. Görürsen ki maşının birisine tokundu başına. Hiç kes görmür deyip çıkıp gitmeye olmaz. Gözleyeceksen. Tələsirsən, işin tələsirsə adamın güzgüsünün altına nömrəyə yaz qoy, deyən ki, mən nələri saxlayayım. Maşınım sizin maşına toxunub. Sizin maşını əzmişəm. Nömrəm budur, əlaqə saxlayaq, görüşək, indi tələsirəm. Amma daha çıxıb getmək uyğun deyil. Adamın haqqına girmişsən, adamın maşını əzmişsən. Sağa sola baxdı, heç kəs görmür. Görən görür axı. Hər halın, hər anın videoya alınır. Ahirətdə gətirib gözün önünə qoyulacaq. Buyur, seyr et. Xoşun gəlir, elədiklərə bax. Olmaz yəni, əzizlərim.